Universitetə qəbul olan hər bir tələbənin ən böyük arzusu gec olmadan yaxşı bir iş tapıb karyera həyatına atılmaqdır. Məsələn, mən özüm 4-cü kursun əvvəlində karyeraya addım atmışam. Bəs görəsən, ümumiyyətlə bunun bir vaxtı, müddəti varmı və ümumiyyətlə iş həyatına tez atılmaq tələbənin təhsilinə hər hansısa bir mənfi təsir göstərə bilərmi? Gənclərin çoxu bugün iş həyatına tez atılmağın tərəfdarıdırlar. Səbəbini isə iqtisadi azadlıqla əlaqələndirirlər. Neçənci kursda oxuyursunuz? 4-cü kursda İşləyirsiniz yoxsa hələ oxuyursunuz? işləyirəm. Neçənci kursdan atılmısınız iş həyatına? Əslində 1-ci kursdan investisiyalar eləyirəm, stipendiyalarımla. Hal-hazırda da kiber təhlükəsizliklə məşğulam. Peşə məktəbində oxuyan vaxtlar mən də işləyirdim, hətta indi də işləyirəm. Yəni oxuya-oxuya işləmək biraz əslində mənim fikrimcə şəxsən çətinlik yaradır təhsilə. Oxuya-oxuya işləməsi indi baxır tələbənin maddi imkanına. Məsəl üçün, əgər ailə imkanı yaxşıdırsa, yəni işləmək lazım deyil məncə. Tələbələr üçün tam hüquqlu təcrübə proqramlarına tez başlamaq daha məqsədə uyğundur. Ekspertlər deyirlər ki, bu dövrə qədər gənclər artıq təməl peşə vərdişlərinə yiyələnirlər, eyni zamanda məzun olmağa hələ kifayət qədər vaxt qaldığı üçün şirkət gələcək mütəxəssislə yaxından tanış ola bilir. Tələbələrin peşəkar iş həyatına atılması üçün ən ideal dövr 3-cü kursun ikinci yarısı və ya 4-cü kursu mən hesab edirəm. Çünki ilk 2 ildə tələbələr fundamental akademik bazanı qazanmalı, ixtisasın nəzəriyyəsini mənimsəməlidirlər. Tələbələr öz ixtisasları üzrə əgər çalışırlarsa, çevik qrafiklə çalışırlarsa, part-time çalışırlarsa, bu təhsil üçün çox yaxşı bir haldır ki, universitetdə tələbə öyrəndiyi nəzəriyyəni dərhal praktikada, təcrübədə tətbiq edə bilir. İkinci kursda tələbənin artıq peşə haqqında müəyyən anlayışını, ilkin bacarıqları və seçdiyi istiqamətə marağı formalaşır. Təcrübə müddətində o, real layihələr üzərində işləyə və şirkətin korporativ mədəniyyəti ilə tanış olma şansı var. Sosioloqlar isə hesab edirlər ki, təhsilə mane olmadan hər bir gəncin iş həyatına tez atılması gələcəkdə işsizliyin də qarşısını almağa gətirib çıxara bilər. İKT demək resursları imkan verir ki, tələbələrə həm oxuya-oxuya onlar freelance qaydada, distant qaydada və ya digər işlərlə məşğul olsun. Düzdür, tələbələrə təqaüd verilir, ancaq tələbələr öz maddi durumlarını bir qədər də yaxşılaşdırmaq üçün, eyni zamanda özlərində iş bacarıqları formalaşdırmaq üçün demək bir çox tələbələr haqlı olaraq bu və ya digər iş sahələrinə müraciət edirlər. Amma çox yaxşı olar ki, tələbələr ixtisasa uyğun iş sahələrində demək çalışsınlar. Mütəxəssislər hesab edirlər ki, əslində 1-ci kursdan tələbələr ekskursiyalara, karyera yönümlü tədbirlərə və ustad dərslərinə dəvət edilməlidirlər. Bu müddətdə tələbələr məktəb təhsilindən peşə təhsilinə yeni keçid edir. Fərqli cədvələ və daha çox müstəqilliyə öyrəşirlər. Belə tədbirlərə qatılmaq isə onların karyera həyatına atılmaları üçün başlanğıc rolu olacaq. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.